Salam dostlar, kanalıma hoş geldiniz. Hoş gördük. Demək olar ki, bu illərim sizinlə axırıncı görüşümüz 2025-ci ilin axırıncı görüşümüz sizinlə görüşürəm. Hamınızı üzümüzə gələn yeni il münasibəti təbrik edirəm. Hamı möhkəm can sağlığı arzulayıram. Demək bu Köhnə ilin son gecəsi belə bir film də var. Köhnə ilin son gecəsi. Mən bu Köhnə ilin son verilişində istəyirəm ki, sizə bir mövzu haqqında danışım. Ben bu mövzu hakkında çok danışmışam. Yani benim YouTube kanalımda bu mövzu hakkında bir neçə material var. Amma ki mənə Face kanalında yazılar ki, doktor bəs son zamanlarda xəstə artır. Bunun səbəbi nədir? Mən bu barədə mənim bir neçə videom var. Yəni ki, olay mənim videomu istəmirlər. Ona görə də belə sual mənə verilir. Demin bu barədə danışım ki, hamıya aydın olsun. Çünkü belə suallar çox gəlir. Son zamanlarda belə suallar çox gəlir. Bunun birincisi de xəstə artır. Yani ben de bunu bilirəm ki, artır. Bunun birinci səbəbi odur ki, ekologiya. Yani ekologiyamız temiz değil. Bu bir. İkincisi odur ki, əsəbi stres. İnsanlar həddən artıq əsəbidə və strese düşürlər. Depresiya düşürlər. Elə bir adi bir sözdən, adi bir söz deyirsən ki, mesela ev ailədə hər bir ailədə söz olur. Mesela bir qaynana deyir ki, bunu niyə bura qoydun? Bu adam əsəb istəyir və strese düşür. Sonra ev yatağının əsəb istəyirlər, şu əllərini əsəb istəyirlər. Bu da yol verməz bir şeydir ki, bu da sonunda gətirib xəstəliyə gətirib çıxardır. Ondan sonra deyir ki, hərəkətsizlik. İnsanlar hərəkətli deyirlər. Hərəkətsiz, yəni kimə deyirsən ki, çıx bəz gez, onu özünə ayıb bir ki, necə çıxım gezim. Allah ki, indi mesela biz kənd zonda olur. Dəniz qırağı var. Yayda qışdan kimi sizə gelib dəniz qırağında gezə bilər. Amma adamlar Bakıda olursunuz, gedin buralarda gezin. Bir iki saat, gün ərzində bir iki saat gezin ki, həm havuz düzəlsin, həm ki, yəni bütün əsəbi stresi dağılsın. Ondan sonra qida. Qida rejimi eləmək lazımdır. Mən həmişə deyirəm ki, kim xərçə olmasa çoxlu şiirət yesin. Demək ki, xərçə olmasın bizi şiirət yeməsin. Baldan başqa heç bir şiirət yemək olmaz. Bal özü də dərmandır, müalicə bir məhsuldur. Ondan sonra mesela çay içsən kahve içmək olmaz. Yəni kişmişlə, xurma ilə belə yalanan çay içmək lazımdır. Ondan sonra yuxu rejimi. Yəni yuxu rejimi əməl etmək lazımdır. Hər bir adam gün ərzində yəni 7-8 saat yatmalıdır. Yəni insanlar gecə 3 oturub televizora baxır, ya sosial şəbəkədə məşğuldur. Sonra gec yatır və tez durur ki, səhər tezdən işə dərsə getməlidir. Bu özü çox pis vərdişdir. Çalışın ki, bu vərdişdən əl çəkin. Sonra qida rejiminə əməl eləyin demək, burada çoxlu faktorlar, spirtli içkilərdir, ondan sonra elektrikli içkilərdir, şirniyyatdır, ondan sonra çoxlu qızarmış yeməklərdir, ondan sonra çoxlu ağ çörəkdir və təzə çörək. Bu da elə bir ki, bir risk faktordur. Ondan sonra mesela bir toya gedirik, Amyalı toy kısmımızdır. Bir toya gedirik, akşam saat 6'da oturur, gece saat 12'ye bir kadar yiyirik. Her şeyi yiyirik. Yani salata tutmuşum, aş, filan, kebap, ondan sonra gel şirinlerden dondurmaya gidirik. Yani, ve sonra orada biz bazı zaman çoğu alkollü içkiler kabul ediyor. Ondan sonra tabada sigara çekir ve bütün bunlar hamısı arkadaşımızın risktir. Yani bu nəzərə almaq lazımdır. Ondan sonra elə evdə məsələn qidamızı nəzərə eləyin ki, şirniyyat qəti olmasın. Qidada daha çox üstün yemək lazımdır, meyvə tərəvəzə. Daha çox meyvə tərəvəz yemək lazımdır. Məsələn, mərci, qıravaşa, ondan sonra deyək ki, bax belə qidalardan istifadə etmək lazımdır. Məsələn, makaron və mişə kimi qidalardan çox az istifadə etmək lazımdır. Hətta məsələn mən dedim ki,
Kalpasasız qəbələ məmulatdan heç istifadə etmək lazımdır. Çünki burada ət yoxdur. O kartondur, nə bilmədi, bilməm. Çünki mən onu yemirəm. Sonra sizə deyim ki, bizim istifadə etdiyimiz yağlar hamısı trans yağlardır. Demək olar ki, masa zəminliyən yağı əvəz edən bir maddədir. Təmiz yağ yoxdur. Təmiz yağ adamlar var ki, öz kəndində yaşayır və oradan inəkdən sağıb ondan su da hazırlayır, yağ hazırlayır. Bax, o təmiz yağdır, nehrə yağı. Bir də təmiz soğuqsuz zeytun yağı, günə baxan yağı oradan istifadə etmək olar. Yəni, təmiz yağ yoxdur. Yəni, bizim marketdə adımız kələ yağı ki, bizə satırlar. O kələ yağı deyil. Nədir bilməm. Mazot dumini bilməm. Yəni, mən bir daha deyirəm ki, qoy hamısı aydın olsun ki, kim xərcə almaq istəmirsə, bu şərtlərə əməl etməlidir. Yuxu rejimi, qida rejimi, hərəkət, bunları hökmən əməl etmək lazımdır. Sonra alkohollu içkilərdən, enerjik içkilərdən, ondan sonra qazlı və rəyli içkilərdən, fanta, kola, belə içkilərdən hökmən uzaqlamaq lazımdır. Ondan sonra siqaretə uzaqlamaq lazımdır. Qidaya diqqət, yuxuya diqqət və hərəkət. Hərəkət etmək lazım. Bilirsiniz, keçmişdə üçün xərcə azdır və demək olar ki, yox idi. Bir kəndə bir xərcə olsa, onda bütün kənd bir artıran keçə xərcə tutur. Çünki adamlar hərəkətlidir. Məsələn, götürün, mən hər də bunu deyirəm, qadınlar mənə inciyir ki, bu bizi tənqid edir. Məsələn, qadınlar iş görmürlər. Məsələn, qabı maşın yuyur, paltar maşını yuyur, maşın paltarı yuyur, sıxır, qurdu sənə verir. Sən heç bir iş görmürsən. Bir də maşın var, xəmiri yoğurur, çörək edir, sənə verir. Ona görə də qadın üçün bir iş qalmır ki, nəsə bir işlə məşğul olsun. Ya bütün gün istədən televizorda, ya kompüterdə, telefonda, notebookda, TikTok'a, nə bilim, hara şəbəkələr girir və bütün gün orada məşğul olur. Bu da şu adıma düzgün deyil və hərəkətsizlikdir. Ona görə də günü müəyyənsiz özünüz üçün ayırın və hərəkət edin. Günü müəyyənsiz özünüz üçün ayırın və həmin vaxtda hərəkət edin. Belə hərəkətsiz olsa, çıxın hərəkətə gəlsin və bu sizin olsun, təmiz havada gəlsin, olsun hərəkət. Yəni, hava günəşi olduğunda heç hökmən günəş şüasından çıxmaq lazımdır. Hətta mən dedim ki, o adamlar ki, məsələn, deyir ki, xəstədir, yəni, deyək ki, Allah bilməsin də xəstəsidir. O adamın özlərini yoğan döşü tuzağa eləməlidir. Hökmən onlar da gündə 1-2 saat hərəkətdə olmalıdır və özünü, deyək ki, gündəlik adi həyatdan təcrid eləməsin. Yəni, qəsrin dolansın, hərəkətdə olsun və insanlarla ünsiyyətdə olsun və pozitiv insanlarla ünsiyyətdə olsun. Yəni, belə negativ fikirlərdən dayanmaq lazımdır. Və çalışıb elə adamların ünsiyyətdə olmasın. Ancaq belə pozitiv düşüncəli, zarafatçı deyən gün insanın ünsiyyətdə olmaq lazımdır ki, insanın keyfi açılsın. Sonra məsələn, heyvanları sevmək lazımdır, itləri, pişikləri sevmək lazımdır ki, pişik özü elə bir müalicə vasitəsidir ki, pişik elə xəstələri müalicə edir. Yəni, mən bunu hər dəfə demişim, bu oldu bizim 25-ci ildə son bizim son çıxışımdır. İnşallah Allah salamat etsin, hamını Allah salamat etsin. Gəlin də görüşək, daha maraqlı mövzular sizin üçün çıxış edəcəm. Amma bu oldu bizim 25-ci ildə son çıxışımız və bu çıxışı həsr edim bu xəstəliyə. Çünki bu xəstəliyə ilə çox suallar gəlir mənə. Mən elə adımı tanıyıram ki, neçə illərdir məsələn xəstəsidir, ancaq özünü saxlayır. Qidayla, ondan sonra pəhrizlə, bitkilər özünü saxlayır. Məsələn, bu xəstəliyin müalicəsində müxtəlif bitklərdən istifadə edirəm olar. Da mən bunu artıq demirəm, çünki bu elə olur ki, mən burada müalicə edirəm. Bəzi şeylər deyim ki, çəstənə yağı var, çəstənə yağı. Bax, ondan istifadə etmək lazımdır. Onu tapsaz, ondan istifadə edə bilərsiniz. Sonra bəzi bitkilər var ki, ondan istifadə etmək olar. Yəni, bu həm də asıldır ki, xərçə hardır, hansının ahiridir, ondan istifadə etmək lazım. Bir də ki, çalışın ki, bağırsaq normal işləsin, qəbircik olmasın. Bu da elə aiddir qida mədəniyyətinə ki, elə qidalanma lazımdır ki, bağırsaq hər gün bir dəfə bu elə çıxmaq lazımdır. Onu da əməl etmək lazımdır ki, bağırsaq normal işləsin. Çox danışıb vaxt uzalmaq istəyirəm. Bir gün çox danışdım, artıq 10 dəqiqə danışım. Vaxt uzalmaq istəmirəm. Qarşıda gələn yeni yüzü təbrik edirəm. Hamıya can sağlığı arzu edirəm.
Yeni ildə hamıya uğurlar, xoş xəbərlər eşidəsiniz. Xoşbəxt, güzel günü, sevinç, fərah dolu günü arzu edirəm. Və deyirəm ki, kim mənim kanala abunə deyilsə, kanalıma abunə olun, videoları bəyənin, paylaşın ki, daha çox adam istifadə etsin. Hələ bu qədər, gəlin görüşürə qədər, yeni ildə görüşək inşallah.